Neftçala rayonunda 20 ildən çoxdur pambıqçılıqla məşğul olan fermer Aqrar Sığorta Fondundan narazıdır. Fərid Dadaşov ötən il yağan güclü yağışlar səbəbindən məhsulsuz qalan sahəsi üçün sığorta şirkətindən hələ də kompensasiya ala bilmədiyini deyir. Neftçalalı fermer Fərid Dadaşov 20 hektar 80 sot pambıq sahəsini həyat yoldaşı Naibə Dadaşovanın adı ilə Aqrar Sığorta Fondu vasitəsilə sığortalasa da, ötən il yağan güclü yağışlar səbəbilə sahələr tamamilə yararsız hala düşüb və heç bir məhsul çıxışı əldə edə bilməyib. Fermer bildirir ki, hadisədən sonra Aqrar Sığorta Fondunun əməkdaşları əraziyə baxış keçirsələr də, indiyə qədər ona heç bir kompensasiya ödənilməyib. Dedilər ki, sən vaxtında yağan yağışlar vaxtında yağmayıb. Yəni, belə bir sözdə yağan yağışlar vaxtında yağmayıb. Ona görə də mənə sığorta vermədilər. Mənim də şikayətim sığortadandır ki, vaxtında bizə pulu aldılar, sığorta elədilər, pulu aldılar, amma gəlib qarşılamadılar. Təlimatda deməmişlər ki, sizə hansı vaxtda yağan yağışlara sığorta verilir, hansında verilmir, onları bizə deməmişlər heç birisi. Fermer deyir ki, bu hadisə onun illərlə qazandığı təcrübəyə və maddi imkanlara ciddi zərbə vurub. Yaxşı da qulluq olunmuşdu, 40 sentner pambıq gözləyirdim. Həmən halda 15 sentner pambıq yığdım. Yəni, zavodda müqavilədə var, 15 sentner pambıq yığmışam. Ümumi belə hektarla götürmək 36 min mənə ziyan deyib. Yəni, 3 dəfə əkmək, hamısı bunlar xərcdir. Məsələ ilə bağlı Aqrar Sığorta Fondu ilə əlaqə saxladıq. Fonddan bildirildi ki, Neftçalanın Kür Qarabucaqlı kəndindən olan fermerimiz Naibə Dadaşova pambıq sahəsində güclü yağış yağması barədə Aqrar Sığorta Fonduna mayın 30-da müraciət edib. İyunun 5-də Aqrar Sığorta eksperti əkin sahəsinə gedərək hadisəni araşdırıb. Amma o da məlum olub ki, yağış yağanda əkin sahəsində ancaq toxum olub, yəni torpaqdan bitki çıxışı olmayıbdır. Aqrar sığorta qaydalarına görə sığorta təminatı yalnız o zaman başlayır ki, sahədən çıxış olsun. Yəni sadə desək, burada bitki görünsün. Yoxsa burada əkin olub olmadığını müəyyən eləmək mümkün deyil. Buna görə də haqqında danışılan hadisə sığorta hadisəsi sayılmayıb və fermerə ödəniş etmək, ona kömək eləmək mümkün olmayıb. Yaqub Mehdoğlu, Diana Cəlaliyev, Vüqar Qaliboğlu, Space Xəbər, Neftçala.